Kalsium xlorid, yenə kalsium xlorid duzdur. Bu duzdur. Mən yenə də deyirəm, sizə metalla başlayan nə verilirsə duz kimi qəbul edin. Karbon dioksid isə qazdır, karbon qazı. Belə yazılır da, CO2. Kalsium xlorid isə belə yazılır. Elə yazın, bu formulda bir yaddaşınızda yazılsın. Kalsium xlorid. Bu biri duzdur, biri qaz. Yenə temperatur 35-80. Duzlarda temperatur yüksək temperaturda daha çox həll olacaq. Yəni bu B qram daha çox olacaq. Tutaq ki, A 35-də az həll olursa A-nı 20 verək. 80-də daha çox həll olacaq. Məsələn, 80-də götürək 50 qram həll olacaq. Tutalım ki. Yəni ona görə burada götürürük ki, A kiçikdir B-dən. Yəni 2 doğrudur. İndi qaz. Qazda isə az temperaturda daha çox həll olacaq. Yəni C olsa, tutaq ki, 70, D olacaq 20, tutalım ki. Yəni 35 dərəcədə qazın həll olması 80 dərəcədən çoxdur. Yəni 100 suda 35 dərəcədə daha çox qaz həll olur. Nəinki 100 ml suda 80 dərəcədə. Ona görə də C D-dən böyükdür. Burada 2 və 4 doğrudur A variantı.